Bismillahirrahmanirrahim. Bugünkü sualımız belədir. Əgər oruç tutan şəxs əvvəlcə bunun sağlamlığına zərər vermədiyini düşünərək oruç tutsa, biz bilirik ki, əgər oruc insanın sağlamlığına zərər vurarsa, həmin şəxs oruç tuta bilməz. Xəstədir, amma fikirləşir ki, oruç tutmaq mənim sağlamlığıma zərər vurmayacaq və bu düşüncə ilə oruç tutsa, lakin sonradan orucun ona zərər vurduğu məlum olarsa, tutduğu oruc düzgündürmü? Cavab bu şəkildədir. Ehtiyat vacibə əsasən bu oruc kifayət etməz və orucun qəzasını da yerinə yetirməlidir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.